Araştırdım ve otlaq probleminin de yolunu tapdım. Sizlerle de paylaşıram. Tək yonca çox su tələb edir və göy yoncada otarılması da təhlükəlidir. Amma mən bu qarışımlarla elə bir otlaq hazırlayacağım ki, ilin 4 fəsli qoyunları burada bəsləyəcəm. Dostlar salam, hər vaxtınız xeyirli olsun. Mövzu otlaq həlli. Abunə olmağı unutmayın, xahiş edirəm. Mən maksimum dərəcədə çalışıb videolar hazırlayıram. Sadəcə video deyil, eyni zamanda araşdırmalar aparıram. Tapdığım verimli və yeni bir şeylər olanda da sizlərlə paylaşmaq üçün də video hazırlayıram ki, bir gün izləyicilərimdən biri mənə yazacaq ki, sizin videolarınızdan ilham alıb artıq mən də başladım. O gün mənim üçün çox önəmlidir. Lakin bir ay keçdi, nəinki belə bir mesaj görməyim. Hətta baxıram ki, videolarımı izləyib, hətta şərh yazan dostlarımız var ki, hələ də tənbəllik edib abunə düyməsinə basmayıblar. Nəysə dostlar, canınız sağ olsun. Mən heç nəyə baxmayaraq yenə davam edirəm. Və keçək, nədir bu tapdığım şey? Deməli dostlar, hər kəsin şikayəti otlaq problemidir. İstər böyük fermerlər, istər xırda təsərrüfatlar. Mən buna əslində bir bəhanə deyərdim. Çünki həll edilməyəcək bir məsələ yoxdur. Bir yol tapdım ki, hər kəsin işinə gələcək. İstər xırda təsərrüfat, istər böyük. Verimsiz susuz torpaqda belə otlaq düzəltmək olar. Bunu özüm düşünüb araşdırdım və sırf qoyunlar üçün faydalı olan 12 çox illik və susuzluğa dözümlü bitki ot növləri tapdım. Bu 12 bitkinin qarışımı ilə bir sahə hazırlayırıq. İlin bütün fəsillərində qoyunu bura çıxarırıq. Təbii ki, sərt qış aylarında əlavə yem və ot vermək lazım olacaq. Deməli, belə bir otlağın bizə faydası nədir? Bu bitkilərin hərəsində ayrı-ayrı vitaminlər, minerallar, protein, enerji, qoyuna nə lazımsa hamısı var. Bu dava dərman xərcini azaldacaq. 2. Su olmayan quraqlıq vaxtlarda belə qoyunlar orada bəslənəcək. 3. Ot və yem xəstləri hardasa sıfıra endiriləcək. Ən önəmlisi də odur ki, ölkəmizdə qoyunçuluq artacaq, yararsız torpaqlar da dəyərləndiriləcək. Mən hər bir bitkinin adını ayrı-ayrı yazıb və 1 hektar üçün qarışımın çəkisini videorolikdə göstərirəm. Lakin tərkibini və hara mənşəli olduqlarını, ayrı-ayrılıqda nəyə xeyirli olduğunu yaza bilmirəm. Bunu nəzərə alın. Çox çətindir telefonla belə bir profesional video hazırlamaq. Amma tam əmin ola bilərsiniz ki, hamısını araşdırmışam. Ölkəmizdə də toxumları mövcuddur. Sadəcə 3 dənəsi var ki, xaricdən, yəni Türkiyədən də internetlə sifariş verib gətirmək olur. Hazırsanızsa baxaq. Medicago sativa, paxlagillər fəsiləsindən eldirilən qara yonca. Espaxet, parazitlər riskini azaldır, proteinlə zəngin. Köp və şişkinlik vermir. Çəmən otu, enerji və karbohidratla zəngindir, otlaq üçün davamlıdır, uzun müddət yaşıl qalır. Brom otu, lif yüksək, orta protein,
quraqlıqda belə məhsul verir. Çəmən darısı tərkibi protein, lif, minerallar, faydası erkən yaz yemidir, sərt quraqlığa dözümlüdür. Sudan otu, enerji yüksək, orta protein, şəkər, karbohidrat, tez böyüyür, yay üçün ideal yem. Yovşan, efir yağları, minerallar, təbii dərman kimidir, parazitlərə qarşı təsirlidir. Dəvətikanı, quraqlıqda ehtiyat yemi, şəkər, minerallar, az protein, səhrada belə yaşayır. Şoran otu, protein yüksək, natrium duzu, minerallar, şoran və quraqlıq torpaqda böyüyür, qoyun həvəslə yeyir. Tikanlı yonca, qarışıq əkin üçün idealdır, protein yüksəkdir, vitaminlər zəngindir, köp vermir. Sweetgrass, lif yüksək, enerji bol, orta protein, çox illik və davamlıdır. Az su ilə çox kütlə verir. Ryegrass, protein yüksək, enerji yüksək, vitaminlər bol, qoyun çox sevir, tez bərpa olunur. Səpin üçün yaxşı vaxt payız vaxtıdır. Yonca 2-3 cm dərinlikdə, ot növləri isə 3-4 cm dərinlikdə əkilməlidir. Birinci ilsi ilk otarmaq məsləhət deyil. İlkinə biçilsə yaxşı olar ki, tam kök açsın. Ondan sonra rahat otara bilərsiniz. Dostlar, bugünkü videomuz bu qədər. Xoşça qalın, gələn videomuzda görüşənədək.